Salam, hər vaxtınız xeyir. Sınaq 2-dəki sualların həllinə baxaq. Birinci sualda bizə verilib 5-də 2 ədədinin tərsi ilə əksinin fərqini soruşur. Əvvəlcə tərsini yazaq. 5-də 2 ədədinin tərsi 2-də 5. 5-də 2 ədədinin əksi isə mənfi 5-də 2. İndi bizdən bunların fərqini soruşur. 2-də 5, 5-i 2-yə böləndə 2,5 deməkdir. Mənfi 5'də 2 ise 2'ni 5'e böləndə mənfi 0,4 deməkdir. İndi gəlin bunların fərqini tapaq. Birinci tərsini yazırıq. Tərsindən çıxıram fərqini. Çünki birinci hansı deyilirsə onun çox önəmi var. Ona görə olacaq 2,5 mənfi mənfiyə dəyir. Üstə gəlir 0,4. Cavab 2,9. E variantı. İkinci sualda 84 və 72 ədədlərinin əkobunu soruşur. Əvvəlcə vermiş ədədləri sadə vuruqlara ayırırıq. 42, 2-yə böləndə 21, 3-ə böləndə 7, 7-yə böləndə 1. 72, 2-yə böləndə 36, 18, 9, 3, 1. Deməli, əvvəlcə ortaq bölənləri silirik, hər ikisində olanları. Sonra 3'lər var. Ədədlərdən böyüyünü seçirəm, 84. Baxıram digər ədədə. Buradakı 2 84'də yoxdur. Bu 3 84'də yoxdur. Yəni 84 vur 6. 24 2 yadda. 48 50. Yəni cavab 504. E variantı. Üçüncü suala baxırıq. Bir qrupda Alman dilini bilən 14, Rus dilini bilməyən isə 13 nəfər var. Qrupdakilərdən 8 nəfər hər iki dili bilirsə, neçə nəfər bu iki dildən heç birini bilmir? Əvvəlcə Eyler-Venn diaqramlarını çəkirik. Alman dilini bilənlər, Rus dilini bilənlər. 8 nəfər hər iki dili bilirdir. Yazırıq bura kəsişməyə 8. 14 nəfər Alman dili bilir. 14'dən Rus dili bilənlərin sayını çıxıram 8'i, yəni həm Rus dili bilənlər. Təkcə Alman dilini bilən 6 nəfər var. Qrupdakilardan nə deyir? Rus dilini bilməyən 13 nəfər var. Baxın, burada təkcə Alman dili bilən 6 nəfər var. Bu 6 nəfər həm də Rus dili bilməyənlərdir. İndi həmin 13 nəfərdən bu 6 nəfəri çıxıram, qalır 7 nəfər. Bu 7 nəfər isə qalan 7 nəfər. Bu iki dildən heç birini bilmir. Bizdən nə soruşur? Neçə nəfər bu iki dildən heç birini bilmir? 7 nəfər. Düzgün cavab B variantı. Yenə deyirəm, Rus dilini bilməyən 13 nəfər var idi. Və biz burada bilirik ki, bu 6 nəfər, təkcə Alman dili bilən 6 nəfərdən də 13 nəfərdən çıxanda, yəni onlar da Rus dilini bilmir. Qalır 7 nəfər. Demək ki, bu iki dildən 7 nəfəri heç bir dili bilmir. Dördüncü sualda 28 ədədinin 4də 3 hissəsini soruşur. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vurmaq lazımdır. 24'ü 4'ə böləndə 6 dəfə, 6'nı 3'ə vuranda olacaq cavab 18. 5-ci sualda 3 ədədi 15 ədədinin neçə faizidir? 3'ü 15'ə bölüb vururuq 100'ə. 15'i 3'ə böləndə 5 dəfə, 100'ü 5'ə böləndə 20 dəfə. Deməli, 3 ədədi 15 ədədinin 20 faizidir. 6 nömrəli sualda 7 BC paraleldir. A7 bucağı 160 dərəcə, ABC bucağı 110 dərəcə olarsa bizdən YAB-ni soruşur. Bu sualı qısa videolarda da izah etmişdim. Bu 3 dənə bucağın cəmi 360 dərəcədir. Yəni, bura bir x yazsaq, 3 dənə bucağın cəmi 360'dır. Bəs əsas qaydası nədir? Bu paralel xətləri uzadıram. YD və BC-ni uzatdıq. Burada AY kəsəndir. Bu AY-ni də uzatsaq. Bu şəkildə. Bura 160 dərəcədirsə, buradakı bucaq olacaq 20 dərəcə. Çünki iki paralel düz xət və üçüncü düz xət bunları kəsir. Buradakı bucaqlar daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcəyə bərabərdir. İndi baxırıq bu içəridəki üç bucağa. Həmin üç bucaq üçün bu x bucağı xarici bucaqdır. Üç bucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 110'un qonşusu 180'dan 110 çıxanda 70 dərəcə. Bu x bucağı da bu 20 və 70'in cəminə bərabərdir, yəni 90 dərəcə. Düzgün cavab Y variantı. 7 nömrəli suala baxırıq. Ədəd oxunda göstərilmiş A və B nöqtələrinə uyğun gələn ədədlərin cəmini tapın deyir. Baxın, 0 və 1 aralığında 3 yerə bölünüb isə, 1 ilə 2 aralığında 3 yerə bölünüb. Deməli, hər biri
3'te 1'e bərabərdir. Yəni, baxın, bizə B soruşulur, düzdürmü? Bura 0, 1 tam, 2 tam, burada 3 tam deməkdir. İndi və dedim ki, 0 ilə 1 aralığında 3 bölgü var, hərəsi 3'te 1'dir. Deməli, bu B'yə düşən hissə tamımız 2'dir. Olacaq B'yə düşən hissə 2 tam 3'te 1. Baxın, B 2'dən sağ tərəfdədir. Tamımız 2 olacaq. Və hər biri də 3'te 1, 3'te 1, 3'te 1 olaraq bölündüyünə görə B'yə düşən hissə B 2 tam 3'te 1'dir. A'ya düşən hissə isə bu 0 ilə -1 aralığındadır. Olacaq mənfi, amma 0 tam olacaq. Bura 3'te 1'dir, bu da 3'te 1. 3'te 1'lerin cəmi 3'te 2, yəni mənfi 3'te 2. İndi bunların bizdən cəmini soruşur. 2 tam 3'te 1 ilə mənfi 3'te 2'nin cəmi 2 tam 3'te 1, 3'te 7 deməkdir. 3'te 7 və 3'te 2'nin cəmi olacaq 3'te 5. 3'te 5, 1 tam 3'te 2 deməkdir. Yəni düzgün cavab C variantı. 8 nömrəli sualda 70 ədədinin natural bölənlərinin sayını soruşur. 70'i ayırırıq sadə vurğulara. 35, 5'e böləndə 7, 7'ye böləndə 1. Deməli 70, 2 vur 5, vur 7 deməkdir. Natural bölənlərin sayını tapanda qüvvətlərin üzərinə 1 gəlib hasilini tapırıq. 2'dən bir dənə var, yəni üstünə 1 var, 1 üstə gəl 1. 5'in üstünə 1 var, 1 üstə gəl 1. 7'nin üstünə 1 var, 1 üstə gəl 1. Olacaq 2 vur, 2 vur 2, yəni 8. B variantı. 9 nömrəli sualda rənglənmiş hissəni soruşur. Rənglənmiş hissə, baxın, C-nin heç bir nöqtəsi rənglənməyib, düzdürmü? Rənglənmiş hissə A ilə B-nin kəsişməsindədir. A ilə B-nin kəsişməsindən başlayacaq cavab, çünki bura A ilə B-nin kəsişməsidir. Amma həmin A ilə B-nin kəsişməsində C-yə aid olan hissə rənglənməyib, ona görə çıx C. Olacaq düzgün cavab Y variantı, yəni asanlıqla tapmaq olur. A ilə B-nin hissəsi rənglənib, amma həmin C-yə aid olan heç bir nöqtə rənglənməyib, çıx C olacaq. Düzgün cavab Y variantı. Növbəti suala baxırıq. Cədvəldə şirkət iştirakçılarının hansı hissəsinin hansı idman yarışında iştirak etdiyi və idman yarışlarında iştirak etməyənlərin sayı verilmişdir. Cədvələ əsasən tenis yarışında iştirak edənlərin sayını tapın. Baxın, əvvəlcə iştirak edənləri tapırıq. Deyək ki, ümumi X nəfər var. Şirkətdə X nəfər işləyir. Bunlardan 8'də 3'ü futbol oynayır. 4'də 1'i voleybol və 5'də 1'i tenis. Bunları toplayaq. Ortaq məxrəc olacaq 40. 40'ı 8'ə 5 dəfə, 5'i 3'ə 15, 40'ı 4'ə 10, 40'ı 5'ə 8 dəfə. Olacaq cavab 40'da deməli 33x. Baxın, ümumi şirkət işçisindən 40'da 33 nəfər iştirak edir. İştirak etməyən 1'dən 40'da 33 çıxanda 40'da 7 nəfərdir. 40'da 7 hissəsi 14 olan ədəd tapacağım mən. 40'da 7 hissəsi 14 olan ədəd. Bunu da 14'ü 7'yə bölüb 40'a vurmaqla tapıram. Olacaq 80 nəfər. Deməli, şirkətdə 80 nəfər var. Bu 80 nəfərin 40'da 33 hissəsi iştirak eləyir. Amma 40'da 7 hissəsi iştirak etmir, yəni 14 nəfər. Bizdən indi tenis yarışında iştirak edənlərin sayını soruşur. Tenis yarışında ümumi iştirakçıların 5'də 1'i iştirak edir. Yəni 80'ın 5'də 1 hissəsini tapırıq. 80'ın 5'də 1 hissəsi olacaq 16 nəfər. B variantı. Növbəti suala baxırıq. Satıcı bir top parçanın X metrini 30% gəlirlə, qalan Y metrini isə 20% zərərlə satdı və bu top parçadan ümumilikdə 20% gəlir əldə etdi. X bölü Y nisbətini tapın. Bir top parçanın qiyməti olsun A. Ədəd yoxdur çünki. Bu A manatı olsun da, yəni X metrini, bunun X metrini 30% gəlirlə satıb. 30% gəlir o deməkdir ki 130%. X vur 130 bölü 100 bərabərdir. Heç burada yəni A ilə götürməyə də ehtiyac yoxdur. Elə 1,3x. Çünki ədədlər olmadığına görə heç qiymətlə götürməyə ehtiyac yoxdur. Sonra qalan Y metrini isə 20% zərərlə, 20% zərər 80% xeyir deməkdir. Y vur 80 bölü 100. Buradan da bizə 0,8 Y qalır. Sonra deyir ki, bu top parçadan ümumilikdə 20% gəlir əldə edildi.
Bunları toplayırıq. 1,3x üstəgəl 0,8y. Bu bir top parça deməkdir. Sonra deyir ki, bir top parçadan ümumilikdə, yəni x üstəgəl y 20% gəlir əldə edilir. 20% gəlir də 120, yəni 120% deməkdir. 120-yə vurub 100-ə bölürük. Bunu qıraqda hesablamalıydım. Nəsə burada yazdım. Hesablayaq bunu. 1,3x üstəgəl 0,8y. Bu bizə verir 1,2. 1,2'ni də mötərizənin içinə vuranda 1,2x, 1,2y. X'ləri bir yerə yığıram. 1,2y çıx 0,8y. Bu bizə verir. Deməli 0,1x bərabərdir 0,4y. Hər tərəfi 10'a vursaq x bərabərdir 4y. Bizə x böl y lazımdır. Olacaq cavab 4 böl 1. Çünki çarpaz vuranda x bərabərdir 4y alınmalıdır. Y variantı. Fərqi 30 dərəcə olan iki qonşu bucaqdan böyüyünü tapın. Qonşu bucaqlar x və y olsun. İki bucaqdan söhbət gedir. Bunların fərqi 30 dərəcədir. Bunların cəmi isə 180 dərəcəyə bərabərdir. Bunları tərəf-tərəfə toplasaq 2x bərabərdir 210. X də bərabərdir 105. X 105-dirsə aparıb yerinə qoyuram. 105 çıx y bərabərdir 30'a. Y də olacaq 65 dərəcə. Bucaqlardan böyüyünü soruşur. 65 yox 75 dərəcə. Bucaqlardan böyüyü 105 dərəcə C variantı. 13 nömrəli suala baxırıq. Modul x bərabərdir mənfi x və x üstəgəl y sıfırdan böyük olarsa ifadəsini sadələşdirin deyir. Modul x mənfi x-ə bərabərdirsə bu yalnız x mənfi ədəd olanda doğrudur. Məsələn, x-ə müsbət bir qiymət verin. X deyək ki, müsbət 4 olsun. Burada doğru bərabərlik alınmır. Amma x-ə mənfi 4 verəndə doğru bərabərlik alınır. X üstəgəl y isə sıfırdan böyükdür. X mənfi ədəddir. Y müsbət olmalıdır ki, bu cəm sıfırdan böyük olsun. Y sıfırdan böyükdür. Y sıfıra bərabər ola bilməz. Çünki x sıfıra bərabərdir. Y də sıfıra bərabər olsaydı, bu da bərabərdir sıfır yazılardı. Bu şərtləri qəbul etdik. İndi gəlin bunu sadələşdirək. Əsas çətinlik buradadır. Mən bunu ədəd qoyub sadələşdirmək istəyirəm. Məsələn, x-ə bir dənə mənfi 2 deyəcəm. Y-ə də müsbət 2. İndi aparıb yerinə qoyaq. Modulda mənfi x. Bu nəyə bərabərdir? Modulda mənfi 2, müsbət 2 çıxır. Sonra modulda x çıx y. X mənfi 2'dir, y də 2'dir. Modul daxilindəki ifadə mənfi 4 olur. Modulda mənfi 4 də müsbət 4'ə bərabərdir. Sonra mənfi x üstəgəl y bərabərdir. Mənfi x-dən y əks ədədlərdir. Əks ədədlər olmasa belə yenə cavabı eyni gələcək onsuz. Mənfi 2 üstəgəl 2 0 olur. Baxın 0 deyək ki. Bu da elə 0'a bərabərdir. İndi yerinə qoyanda 2 çıx 4 üstəgəl 0 cavab mənfi 2. İndi variantlarda baxaq hansının cavabını mənfi 2 alacağıq. X-ə mənfi 2 verəndə A variantında mənfi 2 üstəgəl 2 vur 2 4. Bu müsbət 2. Bu müsbət 2. X çıx y mənfi 2'dən 2 çıxanda mənfi 4. Cavab elə D variantı. Təkcə D-də mənfi 2 alınır. Digərində də eyni qaydada mənfi 8 və yaxud da başqa bir ədəd alınır. Yəni cavabı biz baxın mənfi 2 almışdıq. İndi variantlarda da elə almalıyıq ki, yəni x və y-in yerinə yenə bu qiymətləri qoyuruq. Cavab mənfi 2 alınsa düzgün cavab deməli həmin variantdır. 14 nömrəli suala baxırıq. A-nın hansı qiymətində 4 rəqəmli ədəd 9'a qalıqsız bölünür? 9'a bölünməsi üçün ədəddəki rəqəmlərin cəmi 9'a bölünməlidir. Burada rəqəmlərin cəmi olacaq 14 üstəgəl A. 9'a bölünməsi üçün, yəni burada 18 olmalıdır. A da olacaq 4. A-nın hansı qiymətində? Elə 4 qiymətində təkcə olur. Yəni baxırdım başqa qiymət olurmu? Başqa qiymət olmur. 15 nömrəli sualda kəsişmədəki elementləri soruşur. Kəsişmədə var 1, 3 var, bir də 5 var. Yəni sayı da 3'ə bərabərdir. 1, 3, 5. 16 nömrəli sualda 0,4'də 5 və 0,4'də 7 ifadəsini, yəni sürət belədir, qiymətini soruşur.
Bunları dövr onluq kəsrlərdir. Adi kəsrə çevirə də bilərik. 9'da 5 üstə gəl 9'da 7 olacaq. 9'da 5 üstə gəl 7 12. 99'da 31 və 99'da 35. Bu da bizə verir 99'da 66. Sürət 9'da 12 böl 99'da 66. 9'da 12 bölmə vurmayın əvəz olunur. İkinci kəsir tərsinə çevrilir. 11'ə böləndə 9 dəfə, 11'ə böləndə 6 dəfə. 9'lar getdi. 12'ni 6'ya böləndə cavab olacaq 2. 17 nömrəli sualda deyilir ki, 96 ədədi 2, 3 və 7 ilə düzmütənasib hissələrə bölündükdə alınan ən böyük hissəni tap. 2K üstə gəl 3K üstə gəl 7K bərabərdir 96. 12K bərabərdir 96'ya, K da olacaq 8. Ən böyük hissə 7K'dır. 7'ni 8'e vuracağım, olacaq 56. 18 nömrəli sualda diaqramda Rəhimin aylar üzrə xərclədiyi pulun miqdarı verilmişdir. May ayında xərclədiyi pul 4 ayda xərclədiyi pulun neçə faizidir? May ayında nə qədər pul xərcləyib? 90 manat. Deməli, digər 4 ayda xərclədiyi hamısını toplamalıyıq. 250, 140 verir bizə 390. Üzərinə 90 gəlirik. Olacaq 480. Üzərinə də 120 gəlirik. Verir bizə 600. Deməli, məxrəcdə olacaq 600. Vurulsun 100. Çünki deyir ki, may ayında xərclədiyi pul 4 ayda xərclədiyi pulun hansı faizi, neçə faizidir? Deməli, burada 600'ü 100'e böləndə 6 dəfə, 90'ı 6'ya böləndə olacaq cavab 15. Deməli 15 faizidir. 19 nömrəli suala baxırıq. A'nın hansı qiymətində A və B düz xətləri paralel olar? Deməli, baxaq görək. İki düz xət kəsişib. Burada baxın. Bu düz xətlə bu düz xət burada kəsişirlər. Qarşılıqlı bucaqlara baxırıq. Bura 80'dırsa, buradakı bucaq da olacaq 80. Sonra A düz xəttinin üstündəki bucaqlar açıq bucaq əmələ gətirir. 35 üstə gəl 80, 115. 180'dan da 115 çıxsaq, açıq bucaq 180 dərəcədir. Olacaq buradakı bucaq 65 dərəcə. Aha. İndi bizdən alfa bucağı soruşulur. Alfa bucağı da 65 dərəcədir. Çünki bu bucaqla buradakı bucaq uyğun bucaqlardır. A düz xəttini B-nin üstünə qoyanda həmin bucaqlar üst-üstə düşür və uyğun bucaqlar yaranır. Uyğun bucaqlar da bir-birinə bərabərdir. Deməli, alfa bucağı olacaq 65 dərəcə. 20 nömrəli suala baxırıq. A və B ədədlərinin ədəd ortası 27'dir. Aha. Buradan A üstə gəl B-nin cəmi 54 alınır. C, D və Y ədədlərinin ədəd ortası 12'dir. C üstə gəl D, üstə gəl Y. Bunlar toplayıb 3'ə bölürəm. Bərabərdir 12. Ədəd orta, ədədləri toplayıb sayına bölürük. Buradan C üstə gəl D, üstə gəl Y. 12 vur 3, 36. İndi burada bizdən 5 ədədin ədəd ortasını soruşur. Bu 5 dənə ədədin cəmi var bizdə. 54 ilə 36. 54 ilə 36'nı toplayıram. 5 dənə ədəd olduğuna görə 5'ə bölürəm. Olacaq 90. 90'ı 5'ə böləndə 18 dəfə. Cəmi 86 olan 2 ardıcıl cüt natural ədədin əkobunu tapın. 2 ardıcıl cüt natural ədəd. Ədədlərdən biri 2n olsun, digər də 2n üstə gəl 2. Bunların cəmi 86'dır deyir. Cüt olduğuna görə 2 yazmışam. Tək olsaydı elə n və n plus 2 götürərdik. Deməli, bunları toplasaq 4n üstə gəl 2 86. 4n bərabərdir 84. N də bərabərdir 21. Ədədlərdən biri 2 vur 21 42. Digəri də olacaq 44. İndi bunların əkobunu soruşur bizdən. Əkob 42 və 44. Buradan 2'ni orta qrup çıxardırıq. Qalır əkob 21 və 22.
21 ve 22 iki ardıcıl ədəddir. İki ardıcıl ədəd qarşılıqlı sadədir. Və qarşılıqlı sadə edilən əköbu onların hasilinə bərabərdir. 2 vur 21 vur 22. 2-ni 21-ə vursaq 42, 42-ni 22-yə vuracağıq. 4, 8, 4, 8. Olacaq deməli 4, 2, 9. Yəni 924. 22 nömrəli suala baxırıq. Qatar 96 km getdikdən sonra yolun 5-də 3 hissəsi gedilməmiş qaldı. Deyək ki, buradan bura qədər 96 km-dir. 96 km getdikdən sonra yolun 5-də 3 hissəsi gedilməmiş qaldı. Bu qalan 5-də 3-dür. Qalan 5-də 3-dürsə, deməli bu getdiyi 5-də 2-dir. Çünki 5-də 5-dən 5-də 3 çıxanda 5-də 2 qalır. İndi əvvəlcə getdiyi yolu uyğun tapaq. Yəni 5-də 2 hissəsi 96 olan ədəd tapaq. 5-də 2 hissəsi 96 olan ədədi tapırıq. 96-nı 2-yə bölüb 5-ə vururam. Olacaq 48. 48-i 5-ə vuranda 240. Deməli, ümumi yolumuz 240 km-dir. Qatar daha 54 km gedərsə, baxın. Qatar buradan bura qədər daha 54 km gedir. Yolun hansı hissəsi gedilməmiş qalar? Ümumi yol, deməli, getdiyi yol 96 üstə gəl 54, 150 km. Bizdən hissə ilə gedilməmiş yolu soruşur. 150 km getdi. Ümumi yol 240 km-dir. 240-dan 150-ni çıxıram, qalır 90. Deməli, gedilməmiş yol 90 km idi. Ümumi yolun 240-ın hansı hissəsini təşkil edir? 8-də 3 hissəsini 3-ə ixtisar etdik. Cavab olacaq 8-də 3. Baxırıq növbəti suala, 23 nömrəli sual. X böl 2 böl y böl 3 4 olarsa x minus y 20-dir. Bizdən y soruşur. X böl 2 deməli burada böl 3-də y bərabərdir 4. Burada x böl 2 bölməni vurmanla əvəz eləyirəm. İkinci kəsi tərsinə çevirirəm. Y-də 3 bərabərdir 4. 3x böl 2y bərabərdir 4-ə. Çarpaz vursam 3x bərabərdir 8y-ə. Buradan x-ə 8k yazacağım. X-ə 8k. Y-ə də 3k. X çıx y 20-dir. 8k çıx 3k bərabərdir 20-yə. 5k bərabərdir 20, k da olacaq 4. Y soruşur. Y 3k'dır. 3'ü 4'e vuranda olacaq cavab 12. 24 nömrəli sualda uzunluğu 45 cm olan AB parçasının daxilində C və D nöqtələri qeyd olunmuşdur. AD 2CD olarsa və BC'də 3BD'yə bərabərdir. BD parçasının uzunluğunu soruşur. Gəlin əvvəlcə ən kiçik hissədən BD-dən başlayaq. BD x deyirəm. BD x isə BC olacaq 3BD, yəni 3x. BC harada baxın. B-dən C-yə qədər 3x olmalıdır. Bura 3x olması üçün bu x-i çıxanda qalır CD-yə 2x. Sonra AD 2CD-yə bərabərdir. AD bərabərdir 2CD-yə. CD-yə biz 2x qalmışdı bayaq. CD-yə 2x yazanda AD olacaq 2 vur 2x, yəni 4x. Baxın, ümumi A-dan D-yə qədər, bu A-dan D-yə qədər 4x olmalıdır. CD 2x isə burada qalır 2x. Məncə yəni rahatdır. Ən kiçik parçadan başlayıb yazanda hər şey ortaya çıxır. Uzunluğu 45-dir. Üstdəki bütün hissələri toplayıram. 2x üstə gəl 2x, üstə gəl x. 5x bərabərdir 45-ə. X olacaq 9. Bizdən BD parçasını soruşur. BD parçası elə x-dir. Cavab da olacaq 9 cm. Və sınaq 2-nin sonuncu sualı. A kiçikdir B, kiçikdir 0, kiçikdir C olarsa bu ifadəsini sadələşdirin. Gəlin burada elə ədədlər götürək. Ona uyğun hesablayaq. C 0-dan böyükdür. Deməli C müsbətdir. Bura 1 yazıram. Amma B və A 0-dan kiçikdir. Bu mənfi 1-dir. Bu da mənfi 2. Çünki mənfilərdə 0-a yaxın olan ədəd, koordinat başlanğıcına yaxın olan ədəd daha böyükdür. Yəni mənfi 1 mənfi 2-dən böyükdür.
İndi burada baxaq. Modulda A plus B. Modulda A plus B. A da mənfidir, B də mənfidir. Mənfilər toplasaq cavab mənfi. Ona görə bu mənfi A çıx B kimi çıxacaq. Modulda C çıx A. C müsbətdir, A mənfidir. Müsbət ədədlə mənfi ədəd çıxanda cavab müsbət olur. Məsələn, deyək ki, 1 çıx mənfi 2. Bu olur 3. Deməli, buradan olduğu kimi C çıx A, C minus A çıxır. Sonuncusu C çıx B. Bu da C müsbət olduğuna görə B çıxanda yenə bu da olduğu kimi C çıx B qalır. İndi aparıb yerinə qoyuruq. Mənfi A çıx B çıx. Burada da çıxma var. Buradakı işarəni hər bir əksini dəyişdirəcək. Çıx C üstə gəl A. Sonra yine burada çıxma var. Olacaq çıx C üstə gəl B. Oxşar hədlər islah gedir. Cavab olacaq mənfi 2'si.